Hər birinizi salamlayıram, kanalımıza xoş gəlmisiniz. Bu videoda da fərqli bir şey yoxlamaq istəyirəm. Əslində o qədər də fərqli deyil, ancaq gündəlik həyatımızda istifadə etdiyimiz bir şey deyil. Telefonunuzun nə qədər böyük həcmli alırsınızsa alın, bir müddətdən sonra baxırsınız ki, müasir telefonların kameraları o qədər güclüdür ki, çəkilişlərin həcmi həddindən artıq çox olur və yaddaş kart dəstəyi də demək olar ki, artıq yavaş-yavaş əksər telefonlardan çıxarılır. Nədənsə ancaq daxili yaddaşa yer verirlər. Yəqin ki, bu qiymət strategiyası ilə bağlıdır. Çünki biz az yaddaş olan telefonu münasib qiymətə alıb, yaddaş kartını da uyğun qiymətə alıb, yaddaşını artıra bilirik. Ancaq daxili yaddaş yuxarı olduqda istehsalçı telefon qiymətində də istədiyi qədər fərq yarada bilir, qaldıra bilir qiymətin. Düşünürəm ki, bununla bağlıdır. Və əlavə olaraq da proqramlar, oyunlar yüklədikcə də həmin yaddaşdan azalır və nəticədə telefon ləng işləməyə başlayır və yaxud biz onu boşaltmaq məcburiyyətində qalırıq. Daha çox yəqin ki, ən rahat yol kompüterə köçürməkdir bu faylları. Ancaq kompüterdə bir yerdən sonra olacaq və yaxud bəlkə kompüteriniz yoxdur. Gördüyünüz bu hard diskli 1 TB da yaddaşı var. Baxın burada da qeyd olunub. Bunu kompüter olmadan telefona qoşacağıq və telefondakı faylları buna köçürəcəyik. Bunun üçün bizə 1-2 kiçik vasitə lazımdır. Onlar nələrdir? Deməli, birinci növbədə müasir telefonları nəzərə alıb deyirəm. Type-C, daha çox günümüzdə Type-C-dir portlar. Type-C-dən USB-A-ya OTG deyilən bir çeviricidir. Kabellə də ola bilər və belə sadə də ola bilər. Bundan başqa SATA-dan baxın, SATA-dan USB-A-ya, USB 3-ə daha doğrusu, belə yazsaz AliExpress-də çıxacaq qarşınıza və bunun da burada bir adapter portu olur və bir adapter, bu bildiyimiz modem adapterlərindən istifadə edə bilərsiniz. Bu hissəsi ölçü olaraq deyirəm sizə. Güc isə 12 volt 1.5 amper yetərlidir. Bunu dəst şəkildə də satırlar. İkisi bir yerdə bu şəkildə 4-5 manat AliExpress-dəki bunun qiymətidir. Bunun da hardasa bir o qədər də bunun maksimum 10 manat civarında bir vasitələrdir bunlar. Ölkədə də satışda tapa bilərsiniz, ancaq belə xırda məhsulları adətən mən AliExpress-dən aldığım üçün axtarmıram. Linklərini yerləşdirəcəm videonun açıqlama hissəsinə, istəsəz ala bilərsiniz. Və nə edirik? S24 Ultra-ya qoşacağıq gördüyünüz bu hard diski və bizə bir də file manager lazım olacaq. Telefonun özünkü yox, yaxşı olar ki, əlavə yüklənmiş olsun. Mən file manager plus-dan istifadə edirəm. Baxın, burada telefonun yaddaşı, mənim telefonumun yaddaşı 256 GB da artıq 150-si dolub və dolmağa da davam eləyir. Birinci növbədə nə edirik? Bu adapteri birləşdiririk. Bunu isə gördüyünüz bu hard diskə birləşdirək. Bu şəkildə işlək olduğu halda burada mavi bir işıq yanıb sönür və artıq bu hazırdır. Bunu da bu OTG-yə birləşdirirəm bu şəkildə və son addım bunu da telefona birləşdirəcəyik. Baxın, artıq bildiriş gəldi. 1 TB göstərirəm sizə.
1 TB yaddaş. Daxil oluruq. Boşdur. Gəlin bura bir fayl köçürək, həcmi çox olan görək hansı sürətlə köçürəcək. Elə həmin fayl menecerdən yaddaşa daxil olaq. Burada bir film var idi. 1 GB-dan çoxdur. Bunu kopyalayıram və qayıdıram bizim 1 TB-lıq yaddaşa və yapışdırıram bura. Belə bir səhv alacaqsınız. Bu fayl sistemi ilə bağlıdır. Hard diskdə fayl sistemi NTFS-dir və bizdə bu FAT32 olmalıdır ki, bunlar bura köçürsün. Nə etməliyik? Bunun üçün üzərində sıxıb saxlayırıq. Ayarlara daxil oluruq, format seçirik və format USB drive. Artıq format olundu. İndi gəlin yoxlayaq. Kopyalayırıq və əlavə edib baxın sürətə. Bir neçə saniyə ərzində faylımız bura köçdü və işləməndə də heç bir problem yoxdur. Bu qaydada telefonda çox yer tutan fayllarınızı, şəkilləriniz, videolarınız ola bilər. Bu qaydada köçürə bilərsiniz və təhlükəsiz çıxartmaq üçün birbaşa heç vaxt çıxartmayın. Baxın, burada işləyir. Biraz əvvəl dediyim mavi işıq da burada görünür, işləkdir. Və bunu birbaşa çıxarmaq ziyandır. Birinci növbədə dayandırmaq lazımdır. Üzərində yenə sıxıb saxlayırıq. Ayarlara daxil oluruq və unmount bunu seçirik. Və artıq ayrıldı. Bundan sonra rahat şəkildə buradan çıxara bilərsiniz. Bu qədər 1 TB-lıq hard diski biz telefonumuzda istifadə elədik. Fayllarımızı köçürmə qaydasını izah elədik. Əgər video sizin üçün faydalı oldusa, mütləq kanalımıza abunə olun, bildiriciləri də açın ki, videolardan vaxtında məlumatınız olsun.